rəhmətli Çingiz Mexdiyevin tələbəsi idi nağıra çalmaqda. Sonra bir də Əşrəf müəllim gəldi, ifa edildi bir dənə toyda. Gəldim nağaranın evdə, bir təpi gördüm, nağara partladı. Dedim, bu gündən mən nağara çalmayacağım. Dedim, nağara mən daha əlimə götürməm. Çünki Akkaz deməmiş, klarneti belə də salmaq olarmış. Əşrəf rəhmətli ki, fırqalar da eləyərdi klarneti. Uşağının xoşuma gəlirdi. Bunlar zahiriyyət keçdi. Bəli, bəli. Düşdüm, mən elə biləm ki, elə mənim elə düzdür, atam mənə çox şeylər başa saldı sonra. Əvvəl icazə vermirdi çalmağa falan. Sonra mən gecəm, gündüzüm yoxdur. Birinin ərzində mən bunu öyrəndim, birindən sonra məni yaxşı məclislərə apardı, atlı sanlı məclislərə apardı. Mən belə sevirdim bu klarneti. Klarnet çalan deməli Şəmsi İmanovun yeni çıxmış plastikalarına, lent yazılarını qulaq asırdım. Deməli, mənə çox xoş təsir elədi, xoş təsir bağışladı. Mən gecə-gündüz qulaq asırdım ona. Onda deməli, mən hələ klarnet çalmırdım. Balaban məktəbimdə oxuyurdum, balaban çalırdım. Ondan sonra musiqini demək olar ki, hələ lap dərindən hiss eləmirdim, başa düşmürdüm. Amma haradasa biraz yaxşı ilə pisi ayıra bilirdim sənətdə. Dərindən başa düşməsəm də. Amma yaxşı ilə pisi seçə bilirdim. Bilirsiniz, mən eşitdiyimə görə o vaxt atamdan sual elədim. Dedim, klarneti birinci Bakıya kim getirir? Atamız... Mən oradan da musikçi olub, bəli, musikçi olub, uzun illər, sonra mən davam eləmişəm onun yolunu. Dedi ki, bir Cəbrayil adında bir kişi vardı müharibədən qabaq. Mən ondan eşitdiyimi deyirəm ona. Biz müharibədən qabaq birinci o çalıb. Bu klarneti toyladı hatta. Bu da bizə Türkiyə tərəfdən gəlib söz yox. Türkiyə Avropadan mənimsəyib bu klarnet alətini, o zaman da bizə gəlib. Çünki Türklər çox gözəl ifa edir klarnet alətində, rəftar çox gözəl rəftar. Nə biz onlar kimi çala bilirik, nə onlar bizim kimi çala bilir. Mən həmişə öz musiqimizə üstünlüyü vermişəm. Demək olar ki, həmin adamlar, dinləyici məni çox eşitməyib də, hər tərəfli qulaq asmayıb. Məni belə tanıdılar ki, mən ancaq türk musiqisi çalıram, ərəb musiqisi çalıram, İran musiqisi çalıram. Bir tərəfdən onların eşitdiyinə görə düzdür. Mənim birinci, ikinci kasetlərim çıxanda, zapislərim, yeni zapislərim. Mən xalq arasında belə tanındım, türk musiqisi çalır. Amma əlbəttə mən bununla razılaşmıram, ona görə ki, mən birinci öz musiqimizi eşitmişəm, öz musiqimizi öyrənmişəm. Bizim gözəl sənətkarlarımızdan qulaq atmışam, muğamları, bizim mahnıları öyrənmişəm, ifa eləmişəm balabanda, sonra isə klarnetdə. Amma çox təəssüf olsun ki, bunu hələ heç kim eşitməmişdi. Məndən eşitməyib onları. Sağlıq olsun, eşidəcəklər. Siz həmin adamları haqlı olmadığını sübut eləmək üçün indirin. Bir-iki xalq, hər hansı bir muğamlar İndi bu saz burada çala bilər, ifa edirlərsə. Bu deyək, xalq hazırda hansı ovqatdası, o ovqata uyğun bir muğam. Çox təəssüf, çünki yox. Niyə? Ona görə ki, mən indi bu saat necə deyərlər? Musiqi çalmaq istəmirəm də. Bizim çox gənclər, məsələn üçün, o klarnet çalan hakim var Abdullah, çox gözəl ifaçıdır. Mən deyim sənə ki, o çalğı çalanda kasetdən otururam, qulaq asıram. Çünki o nöqtə vergül ki, o türklər ki, necə çalıb, o nöqtə vergülü yerində verilir. Çox zaman uşaqlar o yolu gedmək istəyir, yoxsa ki, musiqini şikəst edirlər. Nöqtə vergüllər, axı, sənətdə nöqtə vergül var axı. Biz hakim xalq musiqimizdən uzaqlaşmırıq. Xeyr, niyə? Hakimin bizim çox gözəl musiqilərimiz, xalq musiqilərimiz var, ifa edir. Mənim yolum
Təmiz Azərbaycan yolunda, ki, əvvəldən də elə başlamışam, təmiz Azərbaycan yolunda mən ifa edirəm, muğamlara çox fikir verirəm. Buna demək olmaz ki, bu çalğıya demək olmaz ki, sən türk musiqisi çalırsan, yoxsa İran musiqisi çalırsan. Bu sapsan başqa bir çalğıdır, ürəkdən gələn çalğıdır. Əgər bunu belə görürlər, belə eşidirlərsə, mən öz musiqimizi çalıram, öz musiqimizi, öz mahnımızı, xalq mahnısını çalıram. Deməli bu... Yeni oldu demək istəyirsiniz. Mənim öz fikirlərimdir bu, öz fikirlərimdir. Yəni burada nə, orada durub ya Mustafa'dan ya İrandan, Türkdən əzbər çalmıram, mənim öz fikrimdir bu. Əlbəttə. Mən heç demək olar ki, neçə ildə üçün onların musiqisini qulaq asıram, nə bir şey. Əksinə, onlardan ayrılandan sonra mən yenə də öz musiqimizə üstünlük verdim. Mən bir çox xalqların musiqisi ilə maraqlanmışam. Amma axırda yenə öz musiqimizi onlardan çox-çox üstün tutdum. Bizim musiqi dəryadır. Əvvəlki çalanlar muğamata, Azərbaycan xalq musiqisinə daha çox yaxın idilər. Mənə deyir ki, sonraki nəsil müəyyən qədər uzaqlaşıb ondan. Nəyin xatirinə? Onu da deyə bilərəm. Toyda şənliyi bir qədər də artırmaq xatirinə. Bilirsiniz, şənliyi artırır, amma artıra azır. Uzaqlaşdı, öz vətəninə getdi, başqa vətəndə yaşamaq, əli çıxır da. Əvvəl özün içsin, sonra bayırı da. Rəhmətli Ələkbər Əsgərovun zapislərinə qulaq asdım, eşitdim radio zapislərinə. Hər dəfə izləyirdim, saat neçədə oyun havaları gedir, proqramda izləyirdim. Deməli, onun sənətini eşidəndən sonra, qulaq asandan sonra meyl elədim həmin üsluba. Yaxşı olardı ki, hər tərəfli olasan, hər tərəfli musiqini hər tərəfli qanasan. Bax, məsələn üçün, Allah rəhmət etsin Nadir Axundovu. Mən onun proqramda həmişə yazılır, Nadir Axundovun lət yazıları. Mən tez radio, onun Sarənci var, Şuru var, muğamları, nə qədər muğamları var. Mən lenti yazıram, çünki o şkoladır mənə üçün, dərsdir, məktəbdir mənə üçün. Mən onları yazıram, qulaq asıram. Ya Ələkbər Əsgərov, ya cürbəcür sənətkarların hamısını, bax Ələkbərdir, Şəmsidir, məsələn üçün, Vəli Qədimovdur, Məhərrəm Zeynalov, bunlar hər kəsin öz dəsti xətti var. Mənim xoşbaxtçılığımdır yazdım ki, ondan ki, mən onları hamısını anlayıram. Kim nə demək istəyir, mən anlayıram. Başa düşürsünüz, bu öz yolunda çalır, texniki yolda çalır. Mən özü bilirəm, o nə demək istəyir. Ya bu sadə yolda çalır, mən bilirəm nə demək istəyir. Hər kəsin öz şəkəri var da, şirinliyi var, başa düşürsünüz. Mən onların şəkərinin şirinliyi, rus demiş ki, ulav lüvət eləyirəm, tuturam. Başa düşürəm ki, nə demək istəyir o klarnetdə. Siz Nadir Axundov və digərlərin adını sayılır. Tutaq ki, bu günləri Torxanada siz Nadir Axundov üslubunda çalırsınız. Bu, oradakilərdə artır şey yayıb. Onu yer çatdıra biləsən də cəmaata. Necə? Çatdıra biləsən cəmaata. O səbəb Zoratda bir dənə toyda idi, oxuyan oxudu, cəmaat oturub. Oxudu, düşdü, şuru oxudu. Çarənc yerinə çatdı, Allah rəhmət etsin Nadiri. O bəmdən pəstdən çalırdı Çarənc. Mən tutdum o pəstdən o pərdəni, getdim. Sakitlik.
Kısa bir muğamdır. Biz burada quruyub, qalıb burada quruyub. Allah rəhmət eləsin. Allah min rəhmət eləsin. Bu xal şivarəti burada elədim. Və bu. Bu ne? Ana telefonda mən bir muğamı yazdırmaq istəyəndə, həmişə məsləhət istəyirəm. Bir şey bilir axı muğamı deyil. Bir də Kazım dayı var, yaşlı kişidir, o da köynə sənətkarıdır. Mən bunlara zəng vururam. Məsəl üçün, Vəliyə də zəng vururam. Amma Vəliyə deyəndə ki, Vəli bu yerini necə eləyim? Deyir, bax da, necə istəyir də, yox, elə deyir. Amma həqiqətən mən zəng elədim. Şey, mənə bu yerim dən belə elə, bu yadımda qaldı. Nəsə, bir nadir də deyəsən elə eləyir. Sonradan gələn nəsil, onlardan sonra Şəmsidir, Əlikbərdir, sonra və Vəli müəllim qədərdir onlardan sonra və ondan sonra gələn nəsildə bu sənət inkişaf edilib, yoxsa müəyyən qədər əksinə geriliyib? Onlardan sonra? Onlardan sonra. Mənə belə gəlir ki, inkişaf edib. İnkişaf edib. Əlbəttə. Siz deyə bilməzdiniz kimlər inkişaf edilib? Elə götürün cəsarətlə deyin ki, Hakim Abdullah, deyə bilərsiniz. Yox, deyə bilmərəm, bu mən üçün bəlkə də tezdir. Mən hələ sənətdə heç vaxt özümdən razı olmamışam, razı olmaram da. Ona görə ki, bu sənət o qədər çətin, o qədər sonsuzdur ki, dəryadır. Mən deyə bilmərəm ki, bu sənətdə mən nə isə elədim özümə, bunu heç vaxt. Ona görə ki, sonsuzdur, qutarmır.
Kimə bu sənətdə qibtə edirsiniz? Yəni keçmiş nəsil sənətdə bizim çox yaxşı musiqiçilərimiz var. Qibtə demək deyəndə ki, Öz yaşıdlarımızdan. öz yaşıdlarımdan da yaşlı sənət. Qibtə deyəndə qibtə eləmirəm. Amma qiymət verirəm. Həqiqi qiymət verirəm. Bizim yaşlılardan, məsələn üçün, ərz elədiyim şəxsiyyətlər, Vəli Qədimov, Şəmsi İmanov, Əşrəf Rəhmətli, Nadir Axundur, bunlar hər kəsə mən ərz elədim ki, öz yolları var, onlar hər kəsə, bunlar da öz işlərini görüblər, sözlərini deyiblər. Bu zamanlardan bayağı hakimin adını çəkdim. Hakim Abdullayev, mən doğrudan çox xoşuma gəlir onun sənəti. Adlarını çəkdiyimiz adamlardan, məsəl üçün hakimdən bu sualı xəbər alsın. O da sayısı sizin adınızı çəkəcək yayı. Bilmirəm. Çünki onlar, mən sizə bir sözüm, onların çalğıları əsaslanır bir ucu, o Mustafa Kandırəli var, Türkiyənin klarnetçiləri və bəzi klarnetçiləri. Onlar o yana biraz şey edirlər, nə bilim oldu. Onların sənətə baxışı bir qədər fərqlənirsin. Aydındır. Hakim məndən nə öyrənəcək? Öz aramız. Öyrənmək yox. Məsələn, qiymət verməkdə, məsələn, nə, muğamat çalıram, bu. Onların yolu biraz ayrıdır. Acı və dostumuzdur, yaxşı olandır. Yaxşı çalır. Sözünə çıxıb düzünü çalmalı. Mən onu heç yaxşı eşitməmişim, qulaq asmamışam.
Hacı, sizin iki uşağınız var. Bəli. Lakin öndə kim çağırın ki, siz klarnet çalın? Mən elə demişəm də, demişəm Allah mənə qismət eləsin, belə biraz şey çıxmasın. Demişəm mənə qismət eləsin, mən oğlum üçün elə bir zırıltı toy da eləməyəcəm. Bəlkə eləsəm eləyərəm, ha, gücüm də çatar. Amma oğlum üçün xeyir iş eləsəm, məsələn üçün 50-70 nəfər yaxşı musiqidən başa çıxır, mən hakim getirib oturdardım. Bax, mən bunu deyirəm, tam məsuliyyətimdən deyirəm. Mən bunu həmişə demişəm, Allah mənə qismət eləyirdi, mən oğlumun toyunu onu götürəydim, bilən, çalıydı. Oynamaq yox, daha otursun, çalsın, biz qulaq asaq, ondan ləzzət alaq. Çünki şəxsən mən özüm ləzzət alacam, onu çalsın. Bir uşağım var, oğlum. Oğlunuzun toyunda kim çağırır ki, siz? Klarnet. Oğlumun toyunda biraz çətin sualdır. Hələ bilməz. Yox, Siz ki, bunun çox fikirləşkin, gözü qoyacaq. əlbəttə. Yəni birbaşa deyə bilməzsiniz. Oğlumun toyunda inşallah Allah qoysa, gələcəyi mən fikrimdə tutmuşam, indidən onu mən hiss edirəm ki, o vaxtda nə səviyyədə klarnet çalanlar yetişəcək. Mən indidən onu görürəm. Musiqiyə gəlişim çox təbii alınıb. Uşaq vaxtından ailəmiz musiqiçi olduğuna görə gözümü açanı musiqi səsi eşitmişəm. Uşaqlıqdan musiqi ilə çox maraqlanmışam. Həvəsim həddindən artıq çox olub. Amma heç özüm də inanmırdım ki, dostlarım da inanmırdı ki, gələcəkdə mən musiqiçi olam. Bizim ailənin musiqi ilə bağlılığı çox qədimdir. Atam qarmon çalmaqla yanaşı həm də tar aləti çalırdı, hətta tar da düzəldirdi. Bir vaxt mən maraqlandım ki, musiqi bizim ailəyə necə gəlir? Özdə ki, qarmon sənəti hara, tar hara. Musiqi bizə nənəmdən gəlib, nənəmdən keçib. Mənim nənəm də atamın anası məşhur tar çalan Sadıqcanın qardaşı qızı olub. Mən Lənkəranda orta ixtisas musiqi məktəbini qurtarandan sonra bizim böyük dahi sənətkarımız Avtandil İsrafilov
məni Bakıya öz ansamblına dəvət elədi. Mən onun çağırışı ilə Bakıya gəldim. Ondan sonra bir neçə kollektivlərdə çalışmışam. Bir də ki, özümüzün musiqiçi dostlarımla birgə yaratdığımız Ümid ansamblında